Hər kəsə salam. Bu gün mən sizə güvən 6-cı sinif test toplusundan çoxluqlar mövzusunun izahını verəcəm. Əvvəlcə çoxluq haqqında ümumi məlumat verim. Deməli, çoxluq müəyyən bir elementlər toplusudur. Yəni, hər hansı bir obyekt, əşya, ədəd və yaxud müəyyən bir elementlərin toplusu başa düşülür. Çoxluqlar Latın əlifbasının böyük hərfi ilə işarə edilir və çoxluğun elementləri fiqurlu mötərizə içərisində yazılır. Məsələn, tutaq ki, A çoxluğunu işarə edək, bir rəqəmli tək ədədlər çoxluğu olsun. Bunu yazırıq belə, A bərabərdir, fiqurlu mötərizə açırıq və bir rəqəmli tək ədədləri burada yazırıq. Olacaq 1, 3, 5, 7, 9. Bu bir rəqəmli tək ədədlər çoxluğu və bu fiqurlu mötərizənin içərisindəki bu çoxluğun elementləri adlanır. Elementin çoxluğa daxil olub olmaması, baxın bu işarənin köməyi ilə yazılır. Əgər element çoxluğa daxildirsə bu işarədən, element çoxluğa daxil deyilsə bu işarədən istifadə olunur. Məsələn, deyirəm ki, 2 elementi A çoxluğuna daxildir yoxsa yox. Baxırıq ki, 2 elementi A çoxluğunda yoxdur. Onda riyazi şəkildə yazırıq ki, 2 daxil deyil A çoxluğuna. Deyirəm ki, 3 elementi A çoxluğuna daxildir. Yazırıq bu şəkildə. 3 daxildir A çoxluğuna. Daha sonra bərabər çoxluqlar nədir? Eyni elementlərdən təşkil olunmuş çoxluğa bərabər çoxluqlar deyilir. Məsələn, A və B çoxluqlarının bərabərliyi bu şəkildə yazılır. A bərabərdir B-yə. Nümunə göstərsəm, A bərabərdir olsun 1, 3, 4. B çoxluğu da olsun bu şəkildə. 3, 4, 1. Və fikir versək, A və B çoxluqları eyni elementlərdən təşkil olunub. Deməli, bu çoxluqlar bərabər çoxluqlar sayılır. Yəni, burada eyni elementlərdir, sadəcə elementlərin sırasına görə fərqlənir. Yəni, elementlərin yeri dəyişirdir. Sadəcə eyni elementlərdən təşkil olunub hər iki çoxluq. Ona görə də bu A və B çoxluqları bərabər çoxluq adlanır. Daha sonra deyirik alt çoxluq. Tərifi belə deyək, B çoxluğunun hər bir elementi A çoxluğuna daxildirsə, onda B-yə A-nın alt çoxluğu deyilir. Və riyazi şəkildə, baxın, bu şəkildə yazır. B alt çoxluğudur A-nın. Yəni, bu nə deməkdir? B-nin hər bir elementi A çoxluğuna daxildir. Məsələn, nümunə göstərək, A çoxluğu olsun belə. 2, 4, 6, 8. B çoxluğu da olsun belə. 2, 8. Və burada fikir versək, B çoxluğunun hər bir elementi A çoxluğuna daxildir. Yəni, B-də 2 var, A-da da var. B-də 8 var, A-da da var. Yəni, tərifə görə nə dedik? B-nin hər bir elementi A-ya daxildirsə, B A-nın alt çoxluğu adlanır. Daha sonra çoxluğun növləri haqqında da qısa məlumat verim. Çoxluğun 3 növü var. Sonlu çoxluq, sonsuz çoxluq, bir də boş çoxluq. Sonlu çoxluq odur ki, yəni çoxluğun elementlərinin sayı sonlu saydadır. Məsələn, desəm ki, 10-dan 20-yə qədər natural ədədlər çoxluğu bu sonlu saydadır. Çünki elementləri sonludur. Bir də var sonsuz çoxluq. Elementlərinin sayı sonsuz olan çoxluğa sonsuz çoxluq deyilir. Məsələn, natural ədədlər çoxluğu, tam ədədlər çoxluğu, tək ədədlər çoxluğu, cüt ədədlər çoxluğu, bunlar sonsuz çoxluqdur. Çünki elementləri sonsuz sayda davam edir. Bir də var boş çoxluq. Məsələn, tərifi deyək, heç bir elementi olmayan çoxluğa deyirik boş çoxluq adlanır və boş çoxluğun işarəsi baxın bu şəkildədir. Misal göstərsək, məsələn, deyirəm ki, 0-dan kiçik natural ədədlər çoxluğu. 0-dan kiçik natural ədəd yoxdur. Ona görə də bu çoxluq boş çoxluq olacaq. Və yaxud deyirəm ki, 2 və 3 ədədləri arasında yerləşən natural ədədlər çoxluğu. 2 və 3 arasında yerləşən natural ədəd yoxdur. Ona görə də bu çoxluq boş çoxluq olacaq. İndi gəlin testlərə baxaq. Birinci sualda deyir ki, A çoxluğu bir rəqəmli tək ədədlər çoxluğu olarsa aşağıdakılardan hansı doğru deyil? Deməli, biz A çoxluğunun elementlərini yazaq burada. Bir rəqəmli tək ədədlər olur 1, 3, 5, 7, bir də 9. Və baxırıq, A variantına deyir, 3 daxildir A-ya. Bəli, bu doğrudur. B variantına baxsaq, deyir ki, 4 daxil deyil A-ya. Bəli, bu da doğrudur. 4 elementi A çoxluğuna daxil deyil. 5 daxildir A-ya. Bəli, 5 elementi A çoxluğuna daxildir. 7 daxil deyil A. Xeyr, bu səhvdir. 7 elementi A çoxluğuna daxildir. Baxın, fikir versək, 7 A çoxluğuna daxildir. Ona görə doğru cavab olacaq D variantı. 2-yə baxsaq, deyir, A ədədi bir rəqəmli cüt ədədlər çoxluğu olarsa aşağıdakılardan hansı doğru deyil? İndi A çoxluğunu işarə edək. Cüt ədədlər çoxluğu bir rəqəmli. Olacaq 2, 4, 6, 8. Və variantlara baxaq. 6 daxildir A-ya. Bəli, doğrudur. B variantı 2 daxildir A. Doğrudur. 5 daxil deyil A. Bu da doğrudur. Çünki 5 elementi A çoxluğunda yoxdur. D variantında 8 daxil deyil A. Xeyr, 8 elementi A çoxluğuna daxildir. Çünki bir rəqəmli cüt ədəddir. Ona görə doğru cavab D variantıdır. 3-ə baxaq. A bərabərdir 2, 4, 6, 8, 10 olarsa aşağıdakılardan hansı yanlışdır? 5 daxil deyil A-ya. Bəli, doğrudur. 7 daxildir A-ya.
Bu doğru deyil. Çünki 7 elementi baxsaq A çoxluğunda yoxdur. Ona görə də bu doğru deyil, yanlışdır. Doğru cavab B variantıdır. Baxaq 4-ə. A bərabərdir 2, 3, 5, 17 olarsa hansı təklif doğrudur? 0 daxildir A. Xeyr, 0 elementi A çoxluğuna daxil deyil. 17 daxil deyil A. Xeyr, burada 17 elementi A çoxluğuna daxildir. Bu da doğru deyil. C variantına baxsaq 8 daxil deyil A-ya. Bəli, 8 elementi A çoxluğunda yoxdur. Ona görə doğru cavab C variantı. 5-ə baxaq. A bərabərdir 0, 2, 7, 13 olarsa hansı təklif doğrudur? 0 daxil deyil A. Xeyr, 0 A çoxluğuna daxildir. Bu doğru deyil. B variantında 9 daxildir A. Xeyr, 9 elementi A çoxluğuna daxil deyil. C variantında deyir ki 5 elementi A çoxluğuna daxildir. Xeyr, 5 elementi A çoxluğuna daxil deyil. D variantında deyir ki 3 elementi A çoxluğuna daxil deyil. Bəli, bu təklif doğrudur. Çünki 3 elementi A çoxluğunda yoxdur. Doğru cavab D variantı. Baxaq 6-cı suala. Hansı çoxluq sonsuz çoxluqdur? 2 rəqəmli ədədlər çoxluğu. Xeyr, 2 rəqəmli ədədlər çoxluğu sonlu çoxluqdur. Ondan başlayır, 99-a qədər davam edir. Bu sonludur. Yəni bu doğru deyil. Sait hərflər çoxluğu. Sait hərflərdə sonlu saydadır. Yəni bu sonsuz davam etmir. Bu da sonlu çoxluqdur. B variantı da yanlışdır. Bakıdakı insanlar çoxluğu. Bakıdakı insanlar çoxluğu bu sonlu saydadır. Yəni Bakıdakı insanların sonlu bir sayı vardır, düzdürmü? Yəni sonsuz şəkildə davam etmir. Ona görə də C variantı sonlu çoxluq olacaq. Bu da doğru deyil. Natural ədədlər çoxluğu. Biz bilirik ki, natural ədədlər çoxluğu sonsuz çoxluqdur. Yəni elementləri sonsuz şəkildə davam edir. Doğru cavab D variantı. 7-yə baxaq. Hansı çoxluq sonlu çoxluqdur? Natural ədədlər çoxluğu. Xeyr, az öncə dediyimiz kimi natural ədədlər çoxluğu sonsuz çoxluqdur. 2 rəqəmli ədədlər çoxluğu. Bəli, 2 rəqəmli ədədlər çoxluğu dedik, ondan başlayır, 99-da bitir. Yəni sonlu saydadır bunun elementlərin sayı. Ona görə də sonlu çoxluq olacaq. Digər variantlara baxsaq sonsuz çoxluqdur. Tam ədədlər çoxluğu bilirik ki, sonsuz çoxluqdur. 3-ə bölünən ədədlər çoxluğu da sonsuz çoxluqdur. Baxaq növbəti suala 8-ə. Aşağıda verilənlərdən hansına boş çoxluq demək olar? A hərfi ilə başlayan oğlan adları. A hərfi ilə başlayan oğlan adları, yəni var da, məsələn, Anardır, Afiqdir, Asimdir. Yəni A hərfi ilə başlayan oğlan adları çoxluğunda, yəni elementləri var. Biz dedik ki, boş çoxluq heç bir elementi olmayan çoxluqdur. Yəni bu A variantındakı çoxluğa boş çoxluq deyə bilmərik. Bu doğru deyil. 4 ayaqlı ayılar. 4 ayaqlı ayı, biz bilirik ki, ayı 4 ayaqlıdır da, düzdürmü? Yəni bunun da elementləri var. Məsələn, qonur ayı və s. məsələn deyə bilərik. Yəni bu çoxluğa da element daxildir. C variantına baxsaq, hərbi xidmətə gedən 4 yaşlı uşaqlar. Bu boş çoxluq olacaq. Bilirsiniz ki, hərbi xidmətə gedən yeniyetmələrin yaşı 18 olmalıdır da. Yəni 18 yaşı tamam olmalıdır. 4 yaşlı uşaq hərbi xidmətə gedə bilməz axı. Yəni bu çoxluğa heç bir element daxil deyil. Ona görə də bu çoxluq olacaq boş çoxluq. Doğru cavab C variantıdır. Baxaq 9-cu suala. Aşağıdakı verilənlərdən hansına boş çoxluq demək olar? Y hərfi ilə başlayan qız adları. Bəli, bura element daxildir, yeganədir və s. deyə bilərik. Yəni burada element olacaq. Ona görə buna boş çoxluq deyə bilmərik. 4 təkərli maşınlar. Bəli, burada element daxildir. Məsələn, müxtəlif, onsuz da maşının 4 təkəri olur və müxtəlif maşın növlərinə aid edə bilərik bura. Yəni bunun da elementi olacaq. 8-ə bölünən 2 rəqəmli ədədlər. Bəli, burada yəni bu çoxluğa da element daxildir. Məsələn, 8-ə bölünən 2 rəqəmli ədədləri yaza bilərik. 16, 24, 32 və s. Bu da boş çoxluq ola bilməz. 5A sinfində oxuyan 5 yaşlı uşaqlar. Deməli burada yəni bu çoxluğun heç bir elementi olmayacaq. Bilirsiniz ki, 5 yaşlı uşaq 5-ci sinifdə oxuya bilməz. Yəni 5-ci sinifdə oxuyursa ən azı onun bir 10-11 yaşı olmalıdır da, düzdürmü? Ona görə də bu çoxluğun heç bir elementi olmayacaq və biz bu çoxluğa boş çoxluq deyə bilərik. Yəni doğru cavab D variantı. Aşağıdakılardan hansına boş çoxluq demək olmaz? Deməli, H hərfi ilə başlayan oğlan adları. Biz buna boş çoxluq deyə bilmərik. Məsələn, Həmid, düzdürmü? H hərfi ilə başlayan oğlan adları mümkündür. Yaza bilərik. Yəni buna boş çoxluq deyə bilmərik. 5A sinfində oxuyan 2 yaşlı uşaqlar. Bizdən elə boş çoxluq demək olmaz deyirsə, bəli, A variantı olacaq. Burada A variantını götürə bilərik. Bizdən boş çoxluq demək olmaz. H hərfi ilə başlayan oğlan adlarına, yəni yazmaq olar da element tapa bilərik. Ona görə doğru cavab A variantıdır. Amma digər variantlara baxsaq, məsələn 5A sinfində oxuyan 2 yaşlı uşaqlar, yəni biz bunu boş çoxluq deyə bilərik. Çünki 5-ci sinifdə oxuyan 2 yaşlı uşaq ola bilməz. Yəni heç bir elementi yoxdur. Ona görə də bu boş çoxluq olacaq. C variantında 9 ilə 10 arasında yerləşən natural ədədlər. 9 ilə 10 arasında yerləşən natural ədəd yoxdur. Ona görə də bu çoxluqda boş çoxluq olacaq. 4 ayaqlı toyuqlar, bu da boş çoxluqdur. Çünki toyuğun 2 ayağı var, 4 ayağı yoxdur. Ona görə də bu çoxluqda boş çoxluqdur. A variantı doğru cavabdır. Yəni biz bu çoxluğa boş çoxluq deyə bilmərik.
Baxaq B variantına. Deyir ki, aşağıdakı çoxluqlardan hansı A bərabərdir 3, 4, 5, 6 çoxluğunun alt çoxluğudur. Qaydada dedik ki, B çoxluğunun hər bir elementi A çoxluğuna daxildirsə, onda B A-nın alt çoxluğu olacaq. Məsələn, A variantına baxsaq, A variantındakı çoxluqda 1 var, amma A çoxluğunda yoxdur. Ona görə də bu A-nın alt çoxluğu ola bilməz. B variantına baxsaq 2, 3, 4. B variantında ki çoxluqda 2 elementi var, amma 2 elementi A-ya daxil deyil. Ona görə də bu çoxluqda verilən çoxluğun alt çoxluğu ola bilməz. C variantına baxsaq 3, 4, 5 və 3, 4, 5 çoxluğunun hər bir elementi A çoxluğuna daxildir. Ona görə verilən çoxluğun alt çoxluğu olar. 2-yə baxsaq aşağıdakı çoxluqlardan hansı A çoxluğunun alt çoxluğu deyil? A variantındakı çoxluğa baxaq. A elementi daxildir. D də var, Y də var, F də var. Deməli bu çoxluq A çoxluğunun alt çoxluğudur. Daha sonra C var, D var, Y var, F var. Yəni bu da alt çoxluğudur. C variantındakı çoxluğa baxsaq, A-dır, C-dir, D-dir, E-dir və bu elementlərin hər biri A çoxluğuna daxildir. Bu da A çoxluğunun alt çoxluğudur. Amma D variantına baxsaq, burada K elementi A çoxluğuna daxil deyil. Ona görə də bu çoxluq A çoxluğunun alt çoxluğu ola bilməz. Baxaq 3-ə. A çoxluğu riyaziyyat sözündəki hərflər çoxluğu olarsa, aşağıdakılardan hansı A çoxluğunun alt çoxluğu deyil? Baxaq A variantına. R, Y, Z, Q. Deməli, A çoxluğundakı hərflər, bu riyaziyyat sözündəki hərflər çoxluğudur. Və biz buradan baxsaq, Q hərfi riyaziyyat sözündə yoxdur. Ona görə də bax, R, Y, Z, Q çoxluğu A çoxluğunun alt çoxluğu ola bilməz. Yəni, elə doğru cavab A variantıdır. Digər variantlara baxsaq, məsələn, Z hərfi var, I hərfi var, A hərfi var. Yəni, bu ola bilər alt çoxluğu. A-dır, T-dır, Z-dır, I-dir, bu da alt çoxluğudur. T-dır, Y-dır, A-dır, bu da A çoxluğunun alt çoxluğudur. 4-ə baxaq, hansı hərflər çoxluğu M bərabərdir Argentina çoxluğunun alt çoxluğu deyil? Baxaq, gen. Gen daxildir M çoxluğuna, ona görə alt çoxluğudur. Tin. Tin də daxildir, alt çoxluğudur. Neger. Deməli, neger, yəni var da burada N da, E də, C da, R da daxildir bura. Ona görə də bu da alt çoxluğudur. Amma E, N, K, A, deməli, burada K hərfi yoxdur. Ona görə də bu alt çoxluğu ola bilməz. 5-ə baxaq, A bərabərdir 2, 3, 4, 5, 7, 12 çoxluğu verilmişdir. Aşağıdakı çoxluqlardan neçəsi A çoxluğunun alt çoxluğudur? Baxaq, deməli, verilən çoxluqlara 2, 3, 5. Baxsaq, 2 də A çoxluğuna daxildir, 3 də A çoxluğuna daxildir, 5 də A çoxluğuna daxildir. Ona görə bu çoxluq A çoxluğunun alt çoxluğu olacaq. Baxaq, 2, 5, 12. 2 də daxildir, 5 də daxildir, 12 də daxildir. Deməli, bu çoxluqda alt çoxluğu olacaq. 3-ə baxsaq, 4, 5, 6, 12. Burada göründüyü kimi 6 elementi A çoxluğuna daxil deyil. Ona görə də bu çoxluq A çoxluğunun alt çoxluğu ola bilməz. Baxaq 4-ə, 3, 4, 7. Deməli, 3 də daxildir, 4 də daxildir, 7 də daxildir. Ona görə də bu çoxluq da A çoxluğunun alt çoxluğudur. Neçəsini soruşur bizdən? 1, 2, 3 dənəsi A çoxluğunun alt çoxluğu olacaq. Doğru cavab C variantı. Baxaq 6-ya. A bərabərdir 1, 3, 4, 5, 8, 10, 12 çoxluğu verilmişdir. Aşağıdakı çoxluqlardan neçəsi A çoxluğunun alt çoxluğudur? Baxaq, 1 A-ya daxildir, 3 daxildir, 5 daxildir, 8 daxildir və 9 elementi A-ya daxildir. Ona görə də alt çoxluğu ola bilməz. 3 daxildir, 5 daxildir, 8 daxildir. Ona görə alt çoxluğu olacaq. 1 daxildir, 4 daxildir, 8 daxildir, 10 daxildir və burada baxsaq, baxın 11 elementi A çoxluğuna daxildir. Ona görə bu çoxluq A çoxluğunun alt çoxluğu ola bilməz. 4 daxildir, 5 daxildir, 8 daxildir, 10 daxildir. Ona görə bu çoxluq ola bilər. Deməli, çoxluqlarda neçəsi A çoxluğunun alt çoxluğudur? 1, 2 dənəsi. Doğru cavab B variantı. Baxaq 7-yə. B çoxluğu 3-ə bölünən natural ədədlər çoxluğu olarsa, aşağıdakıların hansı B çoxluğunun alt çoxluğu deyil? Deməli, A variantındakı çoxluğa baxsaq, 3, 6, 12, 15. Bu ədədlərin hər biri 3-ə bölünür. Ona görə də B çoxluğunun alt çoxluğu olacaq. B variantına baxsaq, 321, 48 və 54. Bu ədədlərdə hər biri 3-ə bölünür. Deməli, bu çoxluqda B çoxluğunun alt çoxluğu olacaq. C variantına baxaq, 124, 18, 69. Və burada görürük ki, 124, bir də 69 3-ə bölünmür. Ona görə də B çoxluğunun alt çoxluğu ola bilməz. Yəni, B-nin alt çoxluğu olması üçün bunların hər biri 3-ə bölünməli idi. Çünki B çoxluğu 3-ə bölünən natural ədədlərdir. Baxaq 8-ə. M çoxluğu 3 və ya 7-yə bölünən natural ədədlər çoxluğu olarsa, aşağıdakıların hansı M çoxluğunun alt çoxluğu deyil? Baxın, burada fikir versək, 3 və 7-yə bölünən demir, və ya deyir. Və ya dediyinə görə ya 3-ə bölünməlidir, ya da 7-yə bölünən bir ədəd olmalıdır. Baxaq A variantına 3, 12 3-ə bölünür, 14 7-yə bölünür, 21 7-yə bölünür. Bəli, bu alt çoxluğu ola bilər. Yəni olacaq. Ola bilər
yəni olacaq. Ad çoxluğu olur. B variantına baxsaq, 6 3-ə bölünür, 15 3-ə bölünür, 35 7-yə bölünür, 42 7-yə bölünür. Bu da ad çoxluğu olacaq. C variantına baxsaq, 9 3-ə bölünür, 28 7-yə bölünür, 33 3-ə bölünür, 39 3-ə bölünür. Bu da ad çoxluğu olacaq. D variantına baxsaq, 14 7-yə bölünür, 30 3-ə bölünür, 25 isə nə 3-ə bölünmür, nə də 7-yə bölünmür. Ona görə də bu M çoxluğunun ad çoxluğu ola bilməz. Baxaq 9-a. Deyir, silsilə sözündəki müxtəlif hərflər çoxluğu aşağıdakılardan hansıdır? Və burada bizə müxtəlif hərflər dediyinə görə, orada təkrarlanan hərflər olmalı deyil. Məsələn, S-dan bir dənə yazıram, I-dən bir dənə yazıram, L-dan bir dənə yazıram, bir də Ə hərfi olacaq. Baxın, S, I, L, Ə. Baxaq, məsələn, A-da Ə-dən 2 dənə yazıb, B-də M yazıb, M yoxdur heç o sözdə. Ə, S, L, I, bəli. Doğru cavab C variantıdır. Baxaq 10-cu suala. Deyir, 30 ədədinin bölənləri çoxluğu hansı cavabda düzgün verilib? Deməli, 30-un bölənləri 30-un bölündüyü ədədlər başa düşülür. Yəni, 30 hansı ədədlərə qalıqsız bölünür? Baxaq, A variantındakı çoxluğa baxsaq, burada 12 verilib, bir də 4 verilib. 30 nə 4-ə bölünmür, nə də 12-yə bölünmür. Ona görə də bu bölənləri çoxluğu ola bilməz. B variantına baxsaq, burada 20 verilib, 30 20-yə qalıqsız bölünmür. Ona görə də bu da ola bilməz. C variantındakı bütün ədədlərin hər biri, yəni 10, bu ədədlərin hər birinə qalıqsız bölünür. Ona görə də bu ədədlər 30-un bölənləri çoxluğu olacaq. D variantına baxsa, burada 8 var, 20 var. Yəni 30-un bölənləri deyil. Yəni doğru cavab C variantı.